Bütün dünyada tendensiya ondan ibarətdir ki, avtomobil sahibləri daha çox hündür maşınlar xoşlayırlar. Sedanlardan, hatchbacklərdən çıxıb crossoverlərə, offroaderlərə keçirlər. Və bunu demək olar ki, bütün avtomobil istehsalçıları edir. Elə bir avtomobil istehsalçısı nəzərdə tutun ki, o ümumiyyətlə sedan hatchback hazırlamır. Onun istehsal etdiyi bütün maşınlar crossoverlər, SUV-lər, offroaderlərdir. Haval firması Great Wall Motorsa məxsus olan bu brend yeni Haval H7 Raptor'ı təqdim edir. H7 Raptor modelin ikinci nəsildir və çox maraqlıdır ki, adətən avtomobil istehsalçıları hər hansı bir avtomobil istehsal edəndə əvvəlcə onun benzin variantları, daha sonra hibrid variantları çıxır. Amma Raptor'da tərsinədir. Onun birinci hibrid variantı, daha sonra benzin mühərrikli variantlarını istehlakçıya təqdim edirlər. Raptor adı bu latın dilindən tərcümədə yırtıcı deməkdir və avtomobilin dizaynından da yırtıcı görkəmini verməyə çalışıblar. Avtomobilin dizaynından həmən onun yolsuzluq imkanları olması görünür. O tam ötürücülüdür. Bu avtomobil sırf yolsuzluq maşını deyil. O həm də şəhər crossoveri və lazım gələrsə yolsuzluqlarda hərəkət etmək üçün imkanları olan bir avtomobildir. Avtomobildə çoxlu radarlar, kameralar, ön-arxa kameraların adaptasiyası onu 540 dərəcə edir. Ağıllı işıq sistemidir, tam LED texnologiyada və burada 123 ayrıca LED-lərdən ibarətdir ki, o 200 metrə qədər məsafəni tam rahat işıqlandıra bilir. Perimetr boyu bu qara plastikləri görürsünüz və təkər arkaları genişdir. Plastikləri də ora boltlarla bağlayıblar. Yəni, əgər o ziyan görsə də problem yoxdur, onu tez həll etmək mümkündür. Təkərlərin ölçüsü 255-60 R19-dur, böyük təkərlərdir. Məsələn, burada Defenderi, Hammeri, Jeep'i xatırladan cizgiləri görə bilərsiniz və özünün böyük qardaşı H9-u da xatırladır. Yeri gəlmişkən, ön şüşələr 2 qatlı səs izolyasiyası üçün bu çox yaxşıdır. Avtomobilin ümumi uzunluğu 4,8 metrdir. Bu isə təkərlik deyil. Bu xüsusi kamp masasıdır. Onu açaraq siz istədiyiniz formada piknik edə bilərsiniz. Bagajın həcmi 500 litrdir. Ciblər, qəza üçbucağı və ümumilikdə avtomobilin interyerində fərqli yerlərdə 45 fərqli ciblər mövcuddur ki, siz burada sərnişinlər rahat əşyalarını yerləşdirə bilər. Bagaj ilk baxışdan balaca görünür, amma əslində balaca deyil və 500 litrdən daha böyük bagaj həcmi avtomobilin ümumi kvadrat formasına görə alınır. Arxa sıra oturacaqları açıb artıq 1000 litrdən böyük bir bagaj həcmi əldə edə bilirsiniz. Ehtiyat təkər tam ölçülü deyil və maraqlı burada 220 volt 400 wattlıq şəbəkə, çox əla, bir də 12 voltluq enerji yuvası. Yuxarıda stopun əlavəsi var, antena və reytingləri quraşdırıblar. Bunlar hamısı ona yaraşıq verir təbii ki və funksionaldılar. Burada da Great Wall Motors'un logotipini qoyublar və yeni nəsil Haval modellərinin hamısında bu logotip mütləq olmalıdır. 2 litrlik turbo mühərrik, 235 at gücü, 385 Nm fırlanma anı. Mühərrik bölümü səliqəli yerləşdirilib. Orada həm səs, həm istilik izolyasiyasını görürəm. Bu mühərrikləri Haval istilik faydalı iş əmsalını artıraraq, yəni yanacağa qənaət edərək istehsal edir. Qarışıq rejimdə istehsalçı rəqəmlərinə görə 100 km məsafəyə 8,6 litr benzin istifadə olunur. Hər bir detala əl vuranda onun möhkəmliyi, keyfiyyəti hiss olunur. Raptor'un ön hissəsinin dizaynında bu aşağı doğru gələn dişlər əsl yırtıcı görkəmi verir. Adaptiv kruiz sisteminin radarı var. Yuxarıda da kameralar var. Onlar yol xəttlərini görür və ümumiyyətlə müasir avtomobillərdə olan bütün aktiv sürücü köməkçiləri bu avtomobildə var. Güzgülərdə dönmə siqnalının indikatoru, kameralar var. Burada da bir element görürəm. Yəqin ki, qapı açılarkən yerə vurulan işığın proyeksiyasıdır. H7 Raptor'un hibrid, plug-in hibrid versiyası da var. O 1,5 litrlik turbo mühərrik və 2 elektrik mühərrikidir. Tam ötürücüdür. Yəni həm ön ox, həm arxa oxda elektrik mühərrikləri var. 27,5 kWh-lıq batareyalar CLTC ilə 130 km məsafəyə qədər batareyanla hərəkət eləməyə imkan verir. Amma hibrid versiya daha ağırdır batareyalarına görə. 2 tondan daha çoxdur onun çəkisi. Ona görə də əgər siz off-road istəyirsinizsə, daha yaxşı imkanlar, clearance istəyirsinizsə, benzin variantını seçməlisiniz. Benzin variantda clearance, yəni yerdən olan məsafənin hündürlüyü 223 mm-dir. İri dəstəkləri var və yadıma gəlir ki, Great Wall'un rəhbəri o yeni nəsil içəridən çıxan dəstəkləri tənqid eləmişdi ki, bu problem ola bilər. Qapı aşağıya qədərdir, hündür maşındır və siz əgər palçıqlı yoldan gəlirsinizsə, şalvarınız orada dəyib batmayacaq. Diqqətimi çəkən ilk növbədə yığım keyfiyyətidir. Cırıldayan heç bir detal yoxdur. Hamısı möhkəmdir.
Materiallar yumuşaqdır. Bura düzdür, plastikdir, amma onu da elə dizayn edib. Bu hissələr dəridir, yumuşaqdır və ümumilikdə yığım keyfiyyətinin yüksək olması hiss olunur. Havalandırılan və isidilən oturacaqlarla yan dəstəyi çox yaxşıdır. Hündürlüyü tənzimlənməsi, dərinliyi tənzimlənməsi var. Dərinlik tənzimlənməsi geniş diapazondur, amma hündürlük yuxarı diapazon, o da normaldır, yaxşıdır. Bir çox müasir avtomobillərdə bütün funksiyonallıqların hamısını monitorda ediblər. Burada isə çoxlu düymələr var. Amma bəzi funksiyonallıqların düymələrini tapa bilmirəm. Məsələn, panoramik böyük tavan var lüku ilə birlikdə. Onu açmaq üçün burada düymə yoxdur. Amma onu tapmaq çox asandır. Sürətli menyudan da istifadə edə bilərsiniz. Belə sürətli şəkildə örtüyü çəkmək mümkündür. Lükun da açılması belə hündürdür. Oturacaqlar rahatdır. Sürücü sərnişinlər üçün kifayət qədər yer var. Avtomobilin ölçülərini nəzərə alaraq hətta deyərdim ki, daha çox yer var. Təkər bazasının uzunluğu bunda xüsusi rol oynayıb. 15,6 düymlük böyük monitordur və əsas funksiyonallıqları hamısı bura yerləşdiriblər. İşlədicilər, bunlar hava deflektorları, kondisionerin işlədiciləri. Bu aşağı düymələrdir. Onu təbii ki, monitordan da edə bilərsiniz. Məsələn, birbaşa burada bütün funksiyonallıqlar görünür. Sükan özü də isidilir, ön şüşə isidilir, oturacaqlar isidilir, havalandırılır. Sürətlər qutusu dəstəyini mərkəzi konsoldan yığışdırıblar deyə bura belə boş görünür və dediyim kimi çoxlu ciblər var əşyaların yerləşdirilməsi üçün ümumi avtomobilin salonunda. Mən bunu indi saymaq istəmirəm, amma 45 ədəd belə fərqli yerlərdə ciblər olmalıdır. Əlinizdə nə varsa hamısını bura rahat ata biləcəksiniz. Dirsək altı açılır və bura havalandırılandı. Stəkan yerləri, ələyləci, avtohold düyməsi və arxa oxun diferensialının bloklanması. Bu offroad zamanı lazım gələcək. Hərəkət rejimlərini dəyişmək üçün belə bir tumbler var. Onu fırladaraq fərqli rejimləri görmək mümkündür. Rejimlər isə 9 fərqli hərəkət rejimi var. Yəni 9 fərqli hərəkət rejimində sürücü bilmirəm də hansı yol şəraitlərini görməlidir ki, onları seçsin. Sport, eko, qar, daş, qum, yəni nə istəsəz burada bir də sürücü özünə uyğunlaşdıra bilər mühərriki sürətlər qutusunun işləməsini. Monitorun işləməsi çox sürətlidir və bu Havalın Great Wall-un özünün Premium Coffee əməliyyat sistemi və akustika sistemidir. 10 dinamikli akustika sistemidir. Səs izolyasiyası çox yaxşıdır. Dediyim kimi burada ön şüşələr 2 qatdır. Səsli komandaların verilməsi var. Открой водительское окно. Закрой водительское окно. Çox sürətli başa düşür, gecikmələri yoxdur. Bu bir növ həzz verir. Apple CarPlay, Android Auto, 360 dərəcə kamera və bu 540 dərəcədir. Avtomobilin alt hissəsini şəffaf göstərir manevr sürətləri zamanı. Ön, arxa kameralar adaptasiya olunur. Yəni avtomobilin altında əslində kamera yoxdur. Onu 3D və yaxud da belə 2D variantlarına çevirmək olar. Xüsusən yolsuzluqdan keçərkən avtomobilin altında nə daşlar varsa, kəsəklər varsa onu görə biləcəksiniz. Offroad üçün burada belə bir rejim var. Dəniz səviyyəsindən hündürlüyü göstərir. Biz indi dənizin sahilindəyik. 40 metr mənfi göstərir. Yəni biz dəniz səviyyəsindən 40 metr aşağıdayıq. Təkərlərdəki təzyiq və temperaturlara qədər göstərə bilir. Arxa diferensialın bloklanması, düyməsi lazım gələrsə onu istifadə edə bilərik. Funksiyonallıqlar həddən artıq çoxdur. Bir çox funksiyonallıqları düymələrdən idarə etmək olsa da, əsas hamısını monitora qoyublar. İşıqların hündürlüyünün tənzimlənməsi sürücünün sol əlinin altındadır. ESP sisteminin söndürülməsi və enişdə hərəkətə yardımçı sistemin düyməsi. Sükanın isidilməsi, yan güzgülərin tənzimlənməsi, parklanma zamanı güzgülərin köməyi. Hər bir detalı sadalamaq uzun vaxt aparacaq, amma siz avtomobili test edərək tanış ola biləcəksiniz. Wireless şarj funksiyası, telefonu bura atırsınız, özü sürətli şəkildə yığır. Səhv etmirəmsə bu 50 vatlıq enerji yuvasıdır. Üstəlik Type A və C portları, əlavə 12 voltluq enerji yuvası. Bu hissə boşluqdur. Burada isə çox maraqlı bir detal var. Bu detal özü enerjisini avtomatik yığır və kemping zamanı sizə lazım olacaq. Çünki o həm də işıqdır. İşığın rejimlərin rənglərini dəyişmək olar. Bu fanar siqnal da verə bilir.
və çıxması, oturması çox rahatdır. Ön şəyə informasiyanın proyeksiyası head-up display, rəngli displeydir. Yəni orada sürətlər qutusunun dəstəyinin rejimi, hərəkət sürəti, dəniz səviyyəsindən hündürlüyü, kompasın göstəriciləri, yəni bir çox informasiyaları proyeksiya edirlər. Sürətlər qutusunun dəstəyi orta konsolda deyil, sürücünün sağ əlinin altındadır və üstəlik sport avtomobillərdəki kimi pillələrin manual idarə olunmasıdır və tam ötürücü sistemi təbii ki, sizə yolsuzluqda lazım gələcək. Sürət pilləsinin rejimlərini həm proyeksiyadan, həm də 12.3 düymlük cihazlar panelinin üzərindəki bu elementdə görmək mümkündür. Hal-hazırda P rejimindədir. Güzgülərin işığı, burada da işıqlar var. İdarə etmədə kurs dayanıqlıq sistemi, qəza siqnalizasiyası, ekstremal əyləclənmə zamanı qəza işıqları yanıb sönür. Arxadakı sürücüləri bir növ xəbərdar edir. İntellektual start-stop sistemi, sürücü yorğunluğuna nəzarət sistemi, sürücü assistentləri çox geniş menyudadır. Zolaqda saxlama, kör zonalara nəzarət sistemi, sükana korreksiyalar, adaptiv kruiz sistemi, qarşıda gedən avtomobillə məsafənin saxlanması, ekstremal əyləc sistemi, yəni siz qarşıda gedən avtomobillə məsafəni saxlayırsınız, hətta tam dayanırsa o da dayanacaq, sürətini azaldaraq bütün bu xəbərdarlıqları həm də ön frontal toqquşma xəbərdarlıqlarını fərqli səviyyələrdə quraşdıra bilərsiniz. Döngələri keçmənin intellektual sistemi, bu isə bir növ yüksək sürətli döngələrdə manevrlər zamanı mühərrikin torqunu alır və bir növ sürücünü riskli manevrlərdən qoruyur. Burada isə avtomobilin işıqlandırma sistemlərinin tənzimlənməsidir. Ambiyans işıqları tənzimləyə bilərsiniz fərqli rənglərdə. Cihazlar panelinin tənzimlənməsi, burada 3 fərqli mövzunu seçmək mümkündür. Qoşulmalar, Bluetooth qoşulması, Wi-Fi-ın salon daxilində verilməsi. Sərnişin üçün interyerin dizaynında da maraqlı elementlər var. Əgər siz yolsuzluqda gedəcəksinizsə, buradan da tuta bilər və bura həm də cibdir. Bir də yolsuz avtomobillərində olduğu kimi sağ tərəfdə dirəklərdə də əl tutan yerlər var. Arxa sırada Type-A-C portları, arxa sıra oturacaqlar da perforasiyalıdır. Onlar da isidilir. 60-40 nisbətində oturacaqlar belə açıla bilir. Bagaj həcmini böyüdəcəksiniz. Dirsək altı stəkan yerləri ilə. Ayaq məsafəsi isə kifayət qədər çoxdur, genişdir və burada tam ötürücülü olmasına baxmayaraq döşəmə demək olar ki, düzdür. İndi də Haval H7 Raptor özünün yolda necə göstərir? Yolda və yolsuzluqda. İndi bizim test şəraitimiz əslində tam yol da demək olmur. Sürətlər qutusunun dəstəyi buradadır. Bir dəfə aşağı və D rejimi. Askı sistemi öndə MacPherson'da, arxada multilink sistemdir və bizim kərə-kötür yollar üçün salon komfortludur. Amortizatorları elə tənzimlənir ki, hətta bir dərin çuxura düşəndə də salona onun nahamarlığın diskomfortu ötürülmür. Aşağı manevr sürətlərində hətta siz sükanı hansısa istiqamətə döndərəndə həmin istiqaməti avtomatik monitorda göstərir. Baxın, kameralar və avtomobilin alt hissəsi şəffaf. Daşlar varsa onu görəcəksiniz. Bəzi maşınlarda sport rejimi sanki belə də tək ki belə bir rejimimiz də var göstərmək üçün qoyurlar. Burada fərq hiss olunur. 2 litrlik turbo mühərrik, 235 at gücü. Əgər şəhərdə tıxacda hərəkət edəcəksinizsə, onda ən yaxşısı eko rejimin seçilməsidir. Onda yanacaq sərfiyyatınız da az olacaq. Sürətlər qutusunun 9 pilləsinin olması disti bu geniş diapazondur və bir növ 9 pilləli sürətlər qutusu da yanacaq sərfiyyatının aşağı olması üçün rol oynayır. Bir dəfə sürətlər qutusunun dəstəyini aşağı edirsinizsə D rejimində avtomatik adaptiv kruiz sistemi qoşulur. Məsələn, Adaptivный kruiz-kontrol aktivirovan. Düzdür, bizim indiki şəraitimiz qətiyyən kruiz rejimi deyil. Manual rejimə keçirmək üçün xüsusi çeviriciyə ehtiyac yoxdur. Sükan arxasındakı yarpaqları tərpədən kimi özü M rejimindədir. Və əslində sürücü köməkçiləri o qədər çoxdur ki, sürücünün heç manual rejimlərdən istifadə etməsinə ehtiyac qalmır. Çünki 9 hərəkət rejiminin seçilməsi, enişdə yardımçı sistem, əgər ağır bir yolsuzluq şəraiti olarsa, arxa diferensialın bloklanması, hər şey avtomatikləşdirilib. Bilmirəm, arxada vəziyyət necədir? Həqiqi. Və nəzərə alaq ki, bütün bu funksiyonallıqlar rama konstruksiyalı off-roaderdə deyil,
Yəni həm şəhər, həm də gəzinti maşınındadır. Ona görə ondan ağır yolsuzluq tələbi onsuz da olmayacaq, amma imkanları var. Hərəkət rejimlərini dəyişdirəndə arxa diferensial bütün rejimlərdə bloklanmır və ümumiyyətlə avtomobil özü müəyyənləşdirir ki, hansı təkərləri nə zaman hərəkətə qoşsun. Bütün təkərlər təbii ki, asfalt rejimində həmişə hərəkət eləməyəcək. Və siz burada yolsuzluq üçün mat palçıq rejimini seçirsinizsə, arxa diferensialın bloklanmasını qoşuruq. Həm qum, həm palçıq rejimlərində arxa diferensial bloklana bilir. Bu çəkilişdə istədim ki, Haval H7 Raptorla sizi ətraflı tanış edim. Amma detallı tanışlığı siz Haval Azərbaycanın rəsmi satış salonunda edə bilərsiniz. Avtomobilin qiyməti 52.900 manatdan başlayır.